Fason Radyo. Fason Radyo'ya hoş geldiniz. 10 Mayıs Pazar, Azerbaycan'dan Haberler programının yeni bölümüyle Bakü stüdyolarından sesleniyoruz. Ben Özlem. Mən də hər kəsi Bakıdan salamlayıram. Özlem, xoş gördük. Gündəmimiz bugün də zəngindir. Hoş bulduk Ali. Evet, bugün 10 Mayıs. Azerbaycan için önemli bir gün sanırım. Ajanslara düşen ilk haberler bu yönde. Gündem bu konuyla başlıyor değil mi? Bəli, tamamilə doğrudur. Bugün müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümüdür. Bu münasibətlə səhər saatlarından etibarən rəsmi açıqlamalar gəlməkdədir. Birinci vitse-prezident Mehliban Əliyeva sosial şəbəkə hesabında bir paylaşım edərək, dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdı ifadələrini işlədib. Anladım. Cumhurbaşkanı İlham Aliyev'in de bir paylaşımı olmuş sanırım. Bəli, Prezident İlham Əliyevin də rəsmi sosial şəbəkə hesablarında Ulu Öndərin 103-cü il dönümünə həsr olunmuş xüsusi bir video çarx paylaşılıb. Bütün dövlət qurumları və rəsmilər bu günlə bağlı anma mesajları yayımlayır. Ali, bir şeyi netleştirmek için sormak istiyorum Türkiye'deki dinleyicilerimiz için. Ulu Önder ifadesi bizde malum Atatürk için kullanılıyor. Azerbaycan'da Haydar Aliyev için aynı anlamda mı kullanılıyor? Yani kurucu lider, modern Azerbaycan'ın mimarı gibi bir anlamı mı var? Çox gözəl bir sualdır Özlem. Bəli, eyni mənanı daşıyır. Heydər Əliyev Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanın müstəqilliyinin ilk illərindəki o qarışıq dövrdə hakimiyyətə gələrək ölkədə sabitliyi bərpa edən, müasir Azərbaycanın siyasi və iqtisadi kursunu müəyyən edən lider olaraq qəbul edilir. Ona görə də ümummilli lider və ulu öndər kimi epitetlərinə anılır. Anladım. Teşekkürler bu detaylı bilgi için. Peki, anma törenlerinden biraz daha sıcak diplomasi gündemine geçelim istersen. Bakü ile Paris arasında yine bir gerginlik var gibi görünüyor. BBC Azeri'de bir haber dikkatimi çekti. Bəli, bu xəbər bir neçə gündür gündəmdədir. Fransa Daxili İşlər Naziri Gerald Darmanin'in Azərbaycana qarşı səsləndirdiyi bəzi ittihamlar Bakıda böyük qəzəb doğurub. Azərbaycan Xarici İşlər Nazirliyi çox sərt bir açıqlama yayaraq bu iddiaları absurd və Fransanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasının bir parçası adlandırıb. Münasibətlər onsuz da gərgin idi. Bu açıqlama vəziyyəti daha da pisləşdirdi. Bu yeni bir durum değil anladığım kadarıyla. Özellikle Karabağ zaferi sonrası Fransa'nın tutumu Azerbaycan'da sık sık eleştiriliyor. Peki bölgedeki bir diğer önemli komşu İran'la ilgili de ilginç bir haber var. İran, Hürmüz blokadısını Hazar üzerinden yarıyor, diyor Musavat gazetesi. Bu ne anlama geliyor tam olarak? Bu çox strateji bir məsələdir Özlem. Bildiyin kimi İranın dünya ilə əsas ticarət qapısı Fars körfəzindəki Hörmüz boğazıdır. Bu boğazın hər hansı bir hərbi münaqişə zamanı bağlanma ehtimalı İran üçün ciddi bir təhdiddir. Xəbərə görə İran bu riski azaltmaq üçün alternativ yollar axtarır və şimal-cənub nəqliyyat dəhlizi çərçivəsində Xəzər dənizi üzərindən ticarətini artırır. Azərbaycan və Rusiya limanları vasitəsilə Avropaya və digər bazarlara çıxış əldə etməyə çalışır. Məqalədə İranın Xəzər sahilindəki limanlarının gecə-gündüz işlədiyi vurğulanır. Yani bu İran'ın olası bir yaptırım veya askeri ablukaya karşı Hazar Denizi'ni bir B planı olarak kullandığı anlamına mı geliyor? Bu Hazar'ın lojistik önemini daha da artırır. Tamamilə doğrudur. Bu Xəzərin strateji əhəmiyyətini və Azərbaycanın bu dəhlizdəki rolunu bir daha ortaya qoyur. Regiondan danışmışkən Türkiyə ilə bağlı müsbət bir xəbər də var. Xarici İşlər Nazirinin müavini Elnur Məmmədov İstanbulda keçirilən Türkiyənin COP31-ə gedən yolu Dayanıqlı Şəhərlər adlı tədbirdə çıxış edib. Bildiyin kimi COP29 ötən il Bakıda keçirilmişdi. İndi isə Azərbaycan Türkiyənin COP31-ə ev sahibliyi namizədliyini dəstəkləyir və bu yolda təcrübələrini bölüşür. Harika bir gelişme bu. Çevre diplomasisinde iki devlet, tek millet ruhunun devam etmesi çok sevindirici. Peki Ali, biraz da ülke içine dönelim. Azerbaycan'da vatandaşın gündeminde neler var? Özellikle resmi haber ajansları dışında Meydan TV veya Azadlık gibi bağımsız kaynaklarda neler konuşuluyor? Bəli, o mənbələrə də nəzər salaq. Məsələn, Azadlıq Radiosunun bir neçə gün əvvəl yaydığı, lakin hələ də müzakirə olunan bir xəbərə görə həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası fəali Tofiq Yaqubluya dərmanlarının verilmədiyi iddia edilir. Ailəsi onun səhhətindən narahat olduğunu bildirir. Rəsmi qurumlar isə bu iddianı təkzib edir. Bu kimi hallar müxalifətə yaxın mediada tez-tez işıqlandırılır.
Anlıyorum. Hassas bir konu. Bir de Bakü'deki ulaşımla ilgili önemli bir değişiklik hazırlığı varmış galiba. Yine Azadlık Radyosu'nun haberi. Bəli, bu paytaxtda yaşayan hamını maraqlandıran bir xəbərdir. Bakıdakı Baku Bas avtobusları və lisenziyalı taksi xidmətinin vahid bir qurumda, yəni Bakı metropoliteninin tabeliyində birləşdirilməsi təklif olunur. Məqsəd ictimai nəqliyyatda inteqrasiyanı təmin etmək, bəlkə də gələcəkdə vahid bilet sisteminə tam keçməkdir. Vay, bu çok büyük bir değişiklik. Yani tüm toplu taşıma tek bir çatı altında toplanıyor. İstanbul'daki gibi bir entegrasyon süreci. Peki vatandaşlar nasıl karşılıyor bu haberi? Tartışmalara yol açmış anladığım kadarıyla. Hələ ki, bu bir təklif mərhələsindədir. Bəziləri bunun nəqliyyatda xaosu azaldacağını düşünsə də, bəziləri də inhisarçılığa, yəni təkəlciliyə və xidmət keyfiyyətinin aşağı düşməsindən narahatdırlar. Müzakirələr davam edir. Daxili gündəmdən bir iqtisadi xəbərimiz də var. Azər Enerji Dövlət Şirkəti Qəbələ rayonundakı 110 kilovoltluq elektrik yarım stansiyasının yenidən qurulması üçün tender elan edib. Yarım stansiyon yani trafo merkezi değil mi? Gebele'nin enerji altyapısı yenileniyor. Gebele turistik de bölge olduğu için bu yatırım altyapıyı daha da güçlendirecektir. Düzgün başa düşdün Özlem. Regionun enerji təchizatının dayanıqlılığı üçün vacib bir addımdır. Evet Ali, yavaş yavaş sona yaklaşırken sanırım Azerbaycan medyasının da gözden kaçırmadığı, Türkiye'yi de çok yakından ilgilendiren tatlı bir şampiyonluk haberi var. Əlbəttə, bu xəbəri sona saxladıq. Dünən gecədən bəri Azərbaycan mediasının da manşetlərindədir. Qardaş ölkənin Superliqa təmsilçisi Galatasaray 26-cı dəfə Türkiyə çempionu olub. Buradakı bütün Galatasaray azarkeşləri adından və öz adımdan təbrik eləyirəm. Azərbaycanda da böyük sevinçlə qarşılandı bu xəbər. Harika. Bakü'den gelen tebrikler için çok teşekkürler Ali. Evet, Türkiye'de de kutlamalar sabaha kadar sürdü. Azerbaycan'da da bu kadar yakından takip edilmesi, bu sevincin paylaşılması çok güzel bir duygu. Sözsüz ki elədi Özlem. Bu güzel haberle de programımızın sonuna geldik Ali. Bəli Özlem, bugünlük bu qədər. Fason Radyo'da Azerbaycan'dan haberleri dinlediniz. Yarın yine aynı saatte buluşmak üzere, hoşça kalın. Fason Radyo